2026-cı ilin avqustun 29-u və 30-u salam mənim gözəl, mənə dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gedək 29-una və 30-una və görək günlər necə olacaq, nə cür keçəcək və bizə nə gətirəcək. Pulda. Və şəxsi həyatdan. %29'u yalandan ehtiyatlı olun. Kimisə sizi aldadacaq, kimisə sizə yalanan bir söhbət danışacaq. Bəlkə kimisə haqqında çoxunuzun şəxsi həyatla bağlı olacaq bu yalanlar. Siz bununla da bağlı çox fikirləşəcəksiniz. Belə də ola bilsin, dərddə olacaqsınız, fikirdə olacaqsınız. No, bu 99% yalan bir söhbət olacaq. Düzgün ya sizə deməyəcəklər, ya yalandan sizə deyəcəklər. Bazar günü çox böyük bir şansınız var. Hansısa məsələni həll eləmək və hansısa niyyətinizə çatmaq çox böyük bir şansınız var. Bazar günü çox uğurlu bir gün keçəcək. Sabahki gündə pulda çox belə bir şey gözləmir, amma şəxsi həyatda seçimdə dayanacaqsınız. Mən isə şəxsi baxışla bağlı əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-na bitən WhatsApp və Max nömrəmdir. Yazırsınız, səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatanda mən sizə cavab verəcəm. Bazar günü isə pulda xərcə düşə bilərsiniz. Belə fikir verin, pulun xərci bizə. Şəxsi həyatda da nəysə soyuq bir söhbət ola bilər. Ola bilsin elə 6-cı günə görə. Xeyirli olsun, mənə dəstək olan komandama.